Sabahın xeyir Azərbaycan. Sizcə ailə necə qurulmalıdır? Bu sualdan Bakı sakinlərinə yaxınlaşacağıq. Əgər istəyiriksə də ailə möhkəm olsun, təməli möhkəm olsun, orada dürüstlük, səmimiyyət, necə deyim, bir-birinə inam olmalıdır. Ailə əgər düzgün qurulursa da və ən önəmlisi də ki, sevgi, qarşılıqlı hörmət olmalıdır. Sadəcə dil tapıb bir-birinə kompromisə getməlidirlər. İndi ailəni qoruyub saxlamaq üçün həddindən artıq çox ailələr dağılır. Çünki bir-birinə kompromisə getmirlər, bir-birlərini başa düşmürlər. Həyat elədir ki, hər çətinliyə gərək dözəsən, əgər istəyirsənsə ailənin olsun. Ailə məsəl üçün məsləhət görürsə başqasını, bir gün əgər sizin həyat yoldaşınız aranızda nəsə bir problem falan olarsa, bunda biraz ailə də günahkarmış kimi ola bilər də. Yəni sonuçta ailən tərifləyib də həmin insanı. Ona görə məncə özünüz tanış olsaz ya da ki, hansı bir təsadüflə falan daha yaxşı olardı. Məncə birinci insan özünü tanımalıdır ailə qurmağa görə. İkincisi ki, yəni tanımadığın birinə evlənmək məncə yaxşı deyil. Yəni insan şəxsiyyət olaraq tanımalısan məncə. Yəni fikirləşməlisən ki, bir evdə yaşaya biləcəm ya yox. Əvvəlcə hörməti əsas saxlamaq lazımdır. Yəni sevgi, eşq filan bunlar o qədər də əhəmiyyət kəsb eləmir. Əsas hörmət, qarşılıqlı sayğı, belə deyək, və bir-birinin düşüncələrinə hörmət lazımdır. Məsələn, biri bir şey istəyirsə, o biri onu yox deməsin, düşünsün. Əgər onun üçün yaxşıdırsa, olar. Ailə qurarkən gənclər bir-birini ən azı 2 il tanımalıdırlar. Özlərinin uyğun xassiyyətlərini və yaxud da uyğun olmayan xassiyyətlərini müəyyənləşdirməlidirlər və hər kəs öz istəklərini, ailəni özü necə görür, onu bir yerdə müzakirə eləməlidirlər. Daha sonra da ondan sonra ailə qura bilərlər. Mən belə düşünürəm. Ailənin möhkəm olması üçün, ailənin qürurlu bir arada gəlməsi üçün birinci növbədə əxlaq, ikinci növbədə qeyrət və üçüncü növbədə ailədə baş verən proseslərin bir istiqaməti düzgün olmalıdır ki, sənin valideynlərin necədirsə, sən də elə olmalısan. İnsanlar, gənclər ümumiyyətlə ailə quranda baxmalıdır ki, özü bura nə qatmaq istəyir. Çox vaxt tərsinədir, nə almaq istəyirə baxırlar. Odaqlanmalıdır ki, mən bu insanı istəyirəmmi? Mən bu insanı çox sevirəmmi həqiqətən və ona nəsə qatmaq istəyirəmmi? Və ailə modeli də qarşılıqlı. Yəni mən istəyirəm, sadəcə o istəmirsə bu da olmayacaq. Ona fikir vermək lazım ki, bu qarşılıqlı olsun.